ki, Quliyev Tərxan Tərlanoğlu, Ağayev Nicat Zamanoğlu, Abdullayev Əsəd Tofiqoğlu, Rüstəmov Rəşad Fərhadoğlu, Yat yerə! Yat yerə! Əllər qan boyun arxasına! Uzay yerə! Ağayeva Xədicə Zakir qızı, Əhmədov Elvin Bəhruzoğlu, Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib İsmixanoğlu törətdikləri əməlləri, eləcə də Sepahla əlaqəli şəxslərin tapşırığı ilə partlayıcı qurğunu götürdüklərini, sui-qəsd planları ilə əlaqədar tapşırıqları icra etdiklərini etiraf ediblər. Qeyd edilən müddət ərzində ölkəmizə qarşı birbaşa terror aktlarını təşkil edən şəxsin Sepahın Kəşfiyyat Təşkilatının zabiti polkovnik hərbi rütbəli Ali Aşqar Bordbar Şeraminin olduğu aşkar edilib. Ölkə ərazisində sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə kəşfiyyat xarakterli məlumatların toplanılması və terror təxribat aktlarının təşkilində iştiraki müəyyənləşən İran İslam Respublikası vətəndaşları Zankiyan Yasir Rahim, Rüstəmzadə Behnam Sahibali, Hafiz Tavassoli, Şeyxzadə Sajad Muhammed Sati Sofi Evad barəsində beynəlxalq axtarış elan olunub. Keçirilmiş əməliyyat istintaq tədbirləri zamanı cinayət əməllərində iştiraki aşkarlanan Azərbaycan vətəndaşları barəsində də qərarlar qəbul edilib. Belə ki, Quliyev Tərxan Tərlanoğlu və Ağayev Nicat Zamanoğlu, Abdullayev Əsəd Tofiqoğlu və Rüstəmov Rəşad Fərhadoğlu cinayət məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətini azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. 228-228 qədər. Cinayət Məcəlləsinin 29-204-1-ci maddəsilə 6 il müddət azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Apara bilər. Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib Ağa İsmioğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28-277, yəni dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq. Əhmədov Elvin Bəhruzoğlu isə Cinayət Məcəlləsinin 228.2.1,